Azərbaycan SSR xalq artisti Şövkət Ələkbərova, Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci il oktyabrın 20-sində Bakıda anadan olmuşdur. Onun anası qızlardan ibarət orkestrdə tar çalırdı və qızını tez-tez məşqlərə aparırdı. Atası xalq musiqimizi, muğam və aşıq musiqimizi sevən bir adam idi. Şövkət Ələkbərova da kiçik yaşlarından musiqiyə böyük maraq yaranmışdı. Məhz bu maraq 18 yaşında onu musiqi məktəbinin kamança sinifinə gətirmişdi. Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət xalq üçlüyü yaranır. Asəf Zeynallı adına musiqi məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdikdən sonra səhnə yaradıcılığına başlamışdır. 1938-45-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. 1937-ci ildə Bədii öz fəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyev, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir. Opera teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova Qarabağ şikəstəsini oxumuş və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanmışdır. Görüş, Bəxtiyar, Onu bağışlamaq olarmı filmlərinə Tofiq Güliyevin yazdığı mahnılar Şövkət xanımın ifasında xalqımızın dilinin əzbəri olmuşdur. Üzeyir Hacıbəylinin O olmasın, bu olsun filmində Sənəm rolunun musiqi partiyalarını məhz Şövkət Ələkbərova ifa etmişdir. Müğənninin bəstəkar Cahangir Cahangirovun Füzuli kantatasının ikinci hissəsində oxuduğu Məni candan usandırdı romans xarakterli musiqi parçası xalqın ürəyinə yol tapmışdır. Emin Sabitoğlu'nun Şirin Dil mahnısı Şövkət Ələkbərovanın repertuarında xüsusi yer tuturdu. Mahnının sözləri Kərkük bayatılarından götürülüb. SSR-in bir çox şəhərlərində Fransa, İsveçrə, Şri-Lanka, Əfqanistan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.